Müsahibimiz Xankəndi Futbol Klubunun gənc və təcrübəli yarım müdafiəçisi Ziya Məmmədlidir. Ziya, təbrik edirəm səni də. Çox sağ olun. Möhtəşəm qələbə qazandınız. Oyun ağır oldu amma. Yəni 4-0 heç də oyunun asan keçdiyini təsdiqləmir. Oyun ağır oldu, oyunu şərh eləyərdiniz zəhmət olmasa. İlk öncə oyuna yaxşı hazırlaşmışdıq, ciddi şəkildə hazırlaşmışdıq. Rəqib 4-1-ə çıxan rəqib idi. Biz bilirik ki, yəni yaxşı gəlmişik, yaxşı hazırlaşmışlar rəqib və ona uyğun biz də hazırlaşmışdıq. Qolu vaxtında vurduğumuz üçün bizə daha rahat oldu və ard-arda qollar gəldi. Şükürlər olsun ki, böyük hesablı qələbə qazandıq. Daha çox böyük hesab ola bilər. Yəni bir neçə dəfə epizodlar oldu. Yəni 100% demək olar ki, qolları vura bilmədilər. Yəni bu nədən irəli gəlirdi səncə? O Həyəcandan yoxsa? Yox, həyəcan deməzdim. Yəni oyun ab-havasından ola bilər. Epizodlar olur, yararlana bilmədik. Yəni hesab 7-8 belə də arta bilərdi. Amma yenə də əlimizə düşən fürsətlərdən istifadə elədik, qələbə qazandıq. Aydındır. Səfər oyunu daha çətin olacaqdı, bilirsiniz. Azarkeşlərin qarşısında oynayacaqsınız, yerlərdə azarkeşləri. Bu haqda nə düşünürsən? Həm səfərdə stadion amili var, əsas amil odur, həm azarkeş amili var. Amma yenə dediyim kimi, burada əsas məqsədimiz o idi ki, böyük hesablı qələbə qazanaq və səfərə gedəndə daha rahat gedək, daha rahat oynayaq. Belə düşünürəm ki, orada da bizim üçün çox da rahat olmayacaq, amma biz öz oyunumuzu oynayacağıq və orada da inşallah qələbə uğruna gedirik. Ən əsası qol buraxmamaq. Oldu o zaman səni də komandanı da həm təbrik edirəm, həm də uğurlar. Çox sağ olun, təşəkkür edirəm.